Ses deneme qəşəng. Tamam, sesimiz də gedir. Əla. Hər kəsə selamun aleyküm. Aleyküm selam ağalar. Ne yapıyoruz? İyiyizdir inşallah. Bugün bombastikos bir tariflə gəlmişəm. Bu tariften sonra cips almama imkanınızı hata payını %25 olarak %30 olarak bırakıp %65-70 ihtimal verirəm. Deməli, neyini? Deməli, əvvəlcə kartof bəyənçi bir şəkildə doğrayıb pire eləməyə çalışırıq əvvəlcə. Yəni, hər halda pire eləməyi də hamımız bilirik. Kartof doğrayıb soymağı da bilirik. Ona görə videodan o qismlara atladım direkt. Yəni heç oralarda salmağı düşünmədim. Belə pire halına salmalıyıq. Yəni istəsəz vilka ilə eləyə bilərsiniz, amma vilka ilə çox sıxıcı və darıxdırıcı olduğu üçün kartof əzəllə məncə çox daha opsiyonel bir şəkildə bunu əzib bunu pire halına salırıq. Deməli, neydik? Pire halına salırıq. Əslində pirenin suyunu saxlamayın. Yəni normalda pirədə bilirsiniz ki, pirenin suyu saxlanılmalıdır, amma biz nə edirik? Biz pirenin suyunu saxlamırıq, direkt susuz olmağına qarşılıq bunu yaxşı əzirik. Bunu əzək ki, nə bilirsiniz ki, pirenin özündə topaklanma ehtimalı var. Yəni necə deyim? Belə top halına gəlib qalır orada. Sonra da pire yiyilməz hala düşür də. Sonra heç kim pirəni də yemir. Ona görə də bunu yaxşı qarışdırandan sonra bir dəqiqə. Oğlum, nə oluyor? Bir gün evdə bir şey yanacaq, mənim xəbərim olmayacaq. Ciddi onda işlər yaşda təmiz. İndi tarifin burasına kadar zaten sadedir yani. Bunu bilmeyenimiz yok diye düşünürəm. Sadəcə mən bunu indi yaxşı əzirəm ki, topaklanmasın. Çünkü bunun biz sonradan özümüz işini görəcəkdir. Hop. Tamam hocam. Sen qaldın. Pam. Bunu bura qoyaq. Qaşıq. Dur bir dakika. Bir dakika hocam. Kaşığı da tattık. Hop. Kaşıkla karıştırak görək odumu. Oba ot. Eyni anda hem bunu tutup hem de bunu eləmək biraz çətindir. Çünkü bu hərəkət edir. Hərəkət eləməsə inşallah mən də eləyəcəm. Əslində videoya həqiqətən çox həvəsli başlayacaqdım. Sadəcə bu kadar həvəssiz olmağımın səbəbi nədir deyə soruşsaz, normalda bu videonu saat 12 kimi falan çəkməyi düşünürdüm. Sadəcə saat 12'ye qədər evdəkilərin mətbəxlə işi bitmədiyinə görə mən də məcbur oldum saat 2'də çəkdim və hətta az öncə həqiqətən həvəssiz idim. Oyda nişasta çok deməli nişastanı açtım gördüğünüz gibi bayağı ağzımdan falan bir şekilde telefonun tek kamerasını tutup açtım. Deməli mən ne kullanacağım? Mən mısır nişastası kullanacağım. Yani qarğıdal nişastası da belə deyim. Siz istəsəz keyfə görə bu ne olabilir başka neyse nişastası var. Hemen yadımıza salaq. Mən bilən olmalı da siz indi istəsəz mısır nişastası kullana bilərsiniz. Bəzi tariflərdə un kullananlar, yani un işlədənlər gördüm. Ama mən mısır nişastası kullanacağım. Biraz dökül artık. Bu arada yorumlarda birini geçen videonun yorumlarında biri %50 Türkçe, %50 Türkçe, %40 az yok, %50 Azerbaycanca, %40 Türkçe, %10 da Kürtçe yazmıştı. O olabilir ya, ben şiveden biraz kaynaklı çok Türkçe kitaplar falan okuduğuma göre. Oğlum ne oluyoruz gene, bir dakika. Tamam geldim. Bəs deyəcəksiniz ki, buna başka ne katmaq lazımdı?
Tabii ki de bir şeyin olmazsa olmazı hop, tuz, sonra karabiber. Hop. Karabiber artık o sizin acılıq sevməyinizə baxır. Mən o bilsin eğer kırmızı biber tapsam kırmızı biber de koydum. Hop, bu da artsındı. Ha, bunun tarifin orijinalinde ne var deseniz, tarifin orijinalinde sarımsak tozu var, kajun var, ne bileyim. Onlara artık necə deyirlər, keyfin istediğini katırsınız, istemediğini de katmırsınız. Bu kadar basit ve sade bence. Bunu karıştıraq. Bunu karıştırandan sonra ne yiyeceğiz biz? Bunun biraz da nişasta vurup bunu şey halına salmaya çalışacağım. Biraz top halına getirip ne yiyeceğim? İndi onu da görəcəksiniz onsuz da videonun ilerleyen dəqiqələrində. Hoppa. Kırmızı üstiyot vurdum, rengi değişti. Wow. I think ben bunu beğendim. Hoppa. Hop. Nişastanı biraz azaltmaya çalışıram ki nişasta da vurmayayım da o kadar da. Kamera yönünü görəsən dəyişebilirim. Yox, dəyişənmir. Eybi yoxdur. Bu tripod işi de inşallah video kameraman tapsam əla olar. Bir videolar çok acemi şekilde çəkirəm bu arada. Bir dakika bunu hemen karıştırıp devam edeceğim. Tamam, ufak bir yer değişikliğinden sonra hemen geldik. Deməli nə edirik? Bunu hazır elədik. Nə lazımdır bizə? Yağ, tava, bitti də. Tamam, nə edirik? Əvvəlcə bunları yumru eləyib top halına salacağıq. İndi bunların hamısını təbii ki yumru top halına sala biləcəyimi tam düşünmürəm. Amma mən bir qədərini salıb həmən gəlirəm. Aradan düz bəlkə də 15 dəqiqə falan keçib. Peki ne için uğraşırdın deyərsinizsə, bunu almaq üçün, çünki heç bir markete tava bilmirdim. Neyse, bunları dairə halına gətirəndən sonra nə edirik? Təbii ki də hop. Belə. Normalda bunu una batırsaydıq daha əla olardı, amma heyif ki evdə un qalmayıb. Tamam. Bunu da belə atırıb. Tamam, bunu qoyuruq belə. Çalışıram ki ehmalca yaxalayıb şeyliyim. Bugün heç belə yolunda getməyən bir gün olaraq nəsə eləməyə çalışıram hələ ki. Bugün yaxşı olacaq, inanıram. O inancım hələ ki var ki bugün yaxşı olacaq. Bugün nəsə xoş xəbər almaq istəyirəm. Amma bilmirəm neyim. Arada deyirdiniz ki, yəni yorumlarda deməyim, ən azından yorumlar kimi olan WhatsApp qrupumuzda mənə hekayə danış, nə bilim, nəsə de, nələrsən də danış deyin. Mən də elə hazır bu kartof varkən Qutlar Vadisindən bir səhnə ağlıma gəlmişkən məndə sizə deyim. Kılıç bir sahnədə o Halodayının giriş sahnələrindən birində şey deyir. Mən Halodayını hamı tanıyır amma kimsə Halil İbrahimin kim olduğu haqqında bir fikri yoxdur da. Halil İbrahim varlı ikən də 1 kilo patates yerdi. Fakir, yəni parası yoxkən də 1 kilo patates yerdi. Bəs deyir ki, yəni Halil İbrahim şan şöhrətdir, şatafatdır, belə şeyləri heç sevmirmiş də. Kılıç deyir bu arada bunu. Sonra Polat Alemdar da bunun üstüne sorur ki, bəs abisi niye Halil İbrahim'i satmış? Patatesi sevmediği için. Bu arada o səhnədən, mən bilən o səhnədən sonra Kılıç bir daha hekayə falan anlatmır. Bölüm boyunca, yəni ta ki ölene kadar hikaye anlatmır. Zaten Kılıç'ın necə öldüğünü sorsanız da onu da
şey öldürür. Kim öldürürdü? Nizamettin. Ha, Nizamettin onu öldürür. O da necə öldürür? Onun öz pro bıçağı var. Kılıçın bir saniyədə Polat Alemdarın konseydə çağırılma var, amma bilmirlər də konseye getsinlər, getməsinlər toplantıya. Orada Polat Alemdar deyir ki, yəni mən bir konsey üyesi olsam və sizi öldürmək istəsəm, öncə fikir yayındıraram deyir. O anda da kılıçın əlində pro kəsdiyi bıçaq olur. O anda da kəsəndən sonra da deyir ki, gəldim, öldürdüm falan. Ondan sonra da direkt toplantı iptal olur. Toplantının iptalindən sonra da zaten yəni oyda kim idi? Mehmet Karahanlı da deyir ki, bir daha o bıçağı çıxartma da. Kılıç da deyir ki, ben hazırlıklı olsam o bıçağı onun gözüne sokardım. O da Polat Alemdar da deyir ki, zaten onlar da bizim hazırlıksız anımızı bekliyor. Yani necə öldüğünü sorarsınızsa da eyni pro bıçağını Nizamettin ondan alır. Pro kəsmək adıyla onu öldürür. Neyse, danışa bunları da həll elədik. Şimdi hansını yandıraq? Bu hansını yandırır? Tamam, bunu. Yanar mısın? Yan artık. Hayda. Bak, az önce yandığını hamımız gördük də. Seninle. Tamam. Bunu da yapacağız. Deyir o, sana muhtaç olacağıma diğerini yaptırırım da işi. Şimdi tavamız qızsın. Eğer elinizdə termometr varsa, belə deyim, 180 derecede 3 dəqiqə boyunca qızarmaları yeterlidir. Ama mən kimi eğer termometriniz yoxdursa, necə eləyə bilərik deyə sorsanız, bunlar qızarıb altın rənginə gəldiyi anda götürə bilərsiniz. Gözləyin, biraz tavamız qızsın. Tavamız qızandan sonra yağımızı tökək. Sonra bunu da eləyək. Bir tadım testi aşaması. Görək necə alınır. Belə özüm haqqımda danışmağımı istəsəz, yəni necə danışa bilərəm bunu ki, yəni aslında anlaşılar, çox rahat anlaşılar da. Yəni biraz deyir o beyin yormaq lazımdır. İlişki həyatım yürümür. O haqda sual versəz. Belə deyim də, özüm yaxşıyam, yaxşı deyilmək olar, əgər buna da yaxşı demək olarsa. Yaxşıyam. Yəni ağlıma əsdikcə gördüyüm tarifləri eləməyə çalışıram. Məsələn, videonu çəkəcəyim əsnada, o anda TikTok deyirəm, Instagram Reels'da gəzərkən bir-iki tarif daha kaydələdim. Allah'ın izniyle o tarifler de inşallah siz beğendiğiniz sürece gələcək diye düşünürəm. Hələlik ki, yəni ilk həyatımdan çox da vermək istəmirəm. Zaten olmayan bir şeydən necə bir örnekləndirmə verə bilərəm veya necə tüyo verə bilərəm veya necə danışa bilərəm, onu da bilmirəm. Neyse, çox boş danışdıq. Artık tavamız isindi. Hoppa, belə tökək ki bunlar qızara bilsin də. Tökək. Tava qızıb, ki qabarcıqlar belə daha çox çıxmağa başlayanda artıq anlayırıq ki, hər halda 180 dərəcəyə ulaşmış olar. Bu arada mənim gözə yarı təxminlərimdir ya, ona görə. Baxaq görək, burada tutmaq üçün əşyamız var idi mı? Belə çəkim. Burada. Heyif ki, tutmaq üçün əşyamız yoxdur. Amma götürmək üçün əşyamız var. Təbii ki də bu nədir? Kəvgir. Təbii ki də. Kəvgirimiz də burada yansın. Yağ artıq isin desin deyək də. Yağın isinmək üçün neyək? Bəlkə qəbilələrin elədiyi danslar var idi o vaxtlar, holavarlar, nə bilim, sayaçı sözlər falan. Aha. Əlimə su vurub belə eləyib alev falan çıxardırmışam, hə? Dayanın, aynən. Xəyallar hara, həyatlar hara.
Neyse, mən yağın artıq qızdığını düşünürəm. Bismillah. Hop hocam. Bir-birinə dəyməyi də ayrı məsələ oldu ya. Tamam, bunları bir-birindən ayıraq. Allah. Ya Allah, bismillah. Bu videonun üstünə yemək pişirəndə mən vs yemək pişirəndə anam editləri gəlməlidir. Net. 180 dərəcədə 3 dəqiqə bəs edir. Böyle qızarıb altın rəngi alandan sonra çalışın ki, çox da yandırmayasınız. Yəni, o artıq sizin necə deyərlər, zövqünüzə qalmış bir şeydir. Amma inanmıram ki, yəni, bundan sonra çox da patates cipsini eləyəsiniz, tərcih anlamında. Belə altın rəngi alan kimi çevirin geçsin. Çalışın ki, yandırmayasınız. Allah'ım, mənim əl və ayarlarım görürsünüz nə qədər qəşəngdir. Yəni, bundan daha gözəli yoxdur. Ya, bundan daha kötüsü yoxdur. Allah şu da aldı ya. Neyse, bir şey olmaz. Sıkıntı değil. Mən çevirənə qədər o necə deyərlər. Bunları çalışın siz mənimki qədər böyük eləməyin. Siz biraz balaca eləyin ki, bu qıraqlar da təbii ki də boşda qalmasın. O qıraqlar da alınsın. Qıraqlar da alınsın. Sonra bunları təbii ki götürək yağın üstünü. Hoppa. Bu biraz soldu. Amma neyinək, ilk denemeler təbii ki də belə olacaq da. Ara sıra alına bilər, alınmaya bilər. Hoppa. Tamam, şunları çəkək qırağa. Bunları artıq alaq yağdan. Hoppa. Ya, xahiş edirəm, videoda görüb də belə sayas tutub da deməyin ki, bax 2 dəqiqə keçdi, amma həmən götürdü. Bəlkə biz də belə eləyək. Baxın, altın rəngini alan kimi götürün ya. Yəni, bunun dəqiqəsəl anlamda bir şey yoxdur. O sizin baxır necə istədiyinizə. Hop, bunu da alaq. Bitti. Bunun yanında bunu belə boş yeməyin. Amma yəni, yanında neyini? Ketçup olar. Ketçup məsələn tərcihən. Ketçup məncə əladır. Sonra neyini? Allah. Kamera hassasiyyətimdə yoxdur. Biraz ara sıra yeri falan çəkmiş olma ihtimalım da var. Hə, bu arada testdə bacımı da çağıra bilərəm hər anda. Bir görək bacım nə şey verəcək bizə, qiymət. Normalda bu işlər tam tərsinə olmalıdır. Mən bacıma qiymət verməliyəm, amma bu arada belə bir mənzərə görüntü də çəkək. Hoppa, şən. Qayıtdıq öz yerimizə. Dolmaya qayıtdıq. Hop, yox, hələ olmayıb. Biraz gözləyək belə.
Biraz altını istek bağımında kısa bilərsiniz. Ya da bunu tam ortalaya da bilərsiniz. O sizə qalmış bir şey. Gördüğünüz gibi. Ben istəmirəm ki, çok kızarsın ama bunu biraz da kızarda bilərəm məncə. Bu partı birazcık daha kızardaq, görək. Biraz kızaranda ne olur? Çalışaq ki, belə yanmasın, hərəkət elətdirin onları ki, yanmasınlar. Bir de çok birbirlerine de yaxınlaşdırmayın ki, yapışmasınlar. İndi ola bilər məsələn sizin tava çox böyükdür. Bundan 20 dənə qoya bilirsiniz. Koyun geçsin yani. Sadece birbirine yapışmamaları önemlidir. Birbirlerine yapışmasınlar bəs. Evet, ben deyəsən biraz çok gözledim ve bunlar artık yanma aşamasına geldiler. İnşallah evden adım səslənməz. Adım səslənməyi bərabərdir mənim nəsə yanlış bir şey eləməyim. Bir dəqiqə. Oba, sesimi bastırır. Geçen bu sesimi bastırsa eğer birazcık daha şey yerim. Fethi öldü. Paris Sarıyayla öldü. Üstün Kısa öldü. Kürt Dedo öldü. Süleyman Çakır öldü. Ve ben Polat Alemdar. Tamamdır. Bir part elədim. İndi bir part elədim. Bunun neyniyək? Böyle qalsın burada. İndi tadım test eləyək. Görək neymiş. Belə mesela şuradan bir tanesi. Məndə biraz yumuşaq alınıb. O da yine deyirəm, məndə biraz el ayarları yoktu diye fonksiyonel olarak. Mesela biraz buradan mesela böyle kıt alım. Bu böyle değilmiş. Yandım. Ama belə deyirəm, yanında ketçup ve mayonez olsa süperdi. Yoxlayın. İndi bir dəqiqə bacımı da çağırım gələm. Neyse, bacım video çıxmaq istəmədi. Mən də özüm bunlardan testiyim. Ama deyim ki, yanında ketçup ve mayonez olsa əla olar. Biraz da un vursaydım əla olardı. Ama çok əladır. Həqiqətən. Neyse, mən bunları bu qalan iç harcı ilə buranı tamamlayaram hər halda. Bir de ketçup alıram. Əla bir şekilde bunu da yoxlayarıq. Tövsiyə eləyirəmmi? Elədiyim hər tarifi tövsiyə eləyirəm. Bekləmədə qalın. Eğer alınsa gələn həftə hər halda imtahanlardan sonra 2-3 sənə daha belə tarif gələr deyə düşünürəm. İzahlar üçün da yenə dediyim kimi hər dərs keçirəndən sonra izahlar da gələcək. Həm yemək, həm izah. Yəni izahi mi mizahi bir kalanıq.
Neyse görüşərik. Abunə olub like atmayı unutmayın. WhatsApp'da, Instagram'da da Instagram'ımı hər halda videonun altına yazaram. Instagram'da və yaxud WhatsApp'da mənə bu tarif haqqında təkliflər, iradlar bildirə bilərsiniz. Görüşərik. Abunə olub like atmayı unutmayın. Bay bay.